Herkese salam. Kanalıma və videoma xoş gəldiniz. Bugün gecə yarısına qədər dərs çalışma vlog çəkirəm. İlk öncə ingilis dili danışığımı təkmilləşdirmək üçün bu cür vloqlara baxıram. Bu kanalı mənə ən yaxın dostlarımdan biri tövsiyə edib. Burada qadın öz gündəlik həyatı haqqında səlis və aydın şəkildə danışır. Bu isə mənim ingilis dili dinləməyimi və danışmağımı təkmilləşdirir. Videomu bitirdikdən sonra Azərbaycan dilindən sınaq işləməyə keçirəm. Bu çalışmanın gecikməyimin səbəbi gündüz vaxtımın olmaması idi. Qrammatika suallarını bitirirəm və mətnə keçirəm. Mən Azərbaycan dilindən hazırlığa getmirəm. Buna görə də çalışıram ki, gündə azı bir dəfə sınaq işləyim. Bitirdikdən sonra isə yoxlamağa keçirik. Sınağı bitirirəm və riyaziyyata keçirəm. Gördüyünüz kimi burada bəzi sahə düsturları yazıb yapışdırmışam. Tam qarşımda olduğu üçün gözüm tez-tez ora sataşır və beləliklə də göz yaddaşım onu əzbər etmiş olur. Düsturları təkrarladıqdan sonra dimin ətraflı suallarını işləyirəm. İmtahana qədər həftədə 3 dəfə fərqli mövzular seçib onun ətraflarını işləməyə çalışıram. Bitirdikdən sonra isə biraz ara verirəm və özümə Nesquik hazırlayıram.
Hazırlandıqdan sonra yenidən otağıma qayıdıram və 5 mart keçirilən imtahanın riyaziyyat suallarına baxıram. Bu sualları işləməyimə baxmayaraq bir müddət keçəndən sonra yenidən təkrar edirəm ki, yadımdan çıxmasın. Çünki imtahana düşən tipli suallardır və cüzi bir səhv etmək istəmirəm. Sual təhlillərini bitirdikdən sonra Leibniz Akademinin dərs izahlarına baxıram. Və riyaziyyatı da bitirdikdən sonra ingilis dilindən reading eləməyə keçirəm. Bu kitab IELTS səviyyəsindədir və çox çətin kitabdır. Ona görə də indidən belə çətin şeylər oxuyuram ki, gələcəkdə problem yaşamayım. Bilmədiyim sözlərin tərcüməsinə baxıram və yeni sözlərlə tanış oluram. Daha sonra başqa bir kitabdan yeni sözlərin qeydlərini aparıram. Və bu lüğətə həmin yeni sözləri qeyd edirəm. Yazı oxu işləni bitirdikdən sonra yenidən bu vloqlara baxmağa keçirəm. Çünki nə qədər çox baxsam, həm listeningdə, həm də readingdə mənim xeyrimə olur. Bu vloqu bitirdikdən sonra isə Kendall Jenner'ın vloqlarına keçirəm. Kendall Jenner'ın pronunciationu çox yaxşı olur. Həm American, həm də British aksenti ilə danışır. Ona görə də ən çox buna baxıram. Və bitirdikdən sonra isə günü yekunlaşdırıram. İzlədiyiniz üçün çox təşəkkür edirəm. Əgər videomu bəyəndinizsə, kanala abunə olmağı və like atmağı unutmayın.